Hər kəs salamlar, mən Çingiz Pəhlivan. Deməli, əziz dostlar, mənə çoxlu yazırlar. Biri yazır ki, sən türksən, nəyə görə ləzgi yazırsan. Biri yazır, sən Göyçaylısan, nəyə görə Göyçayın adını çəkmirsən. Nə bilim, 1000 dənə video çəkirəm, əziyyətli videolarım var. Hansı ki, hər insan onu bacarmır. Yəni, bəziləri kimi yalandan video çəkmirəm. Yəni, vallah, billah, yenə də deyirəm. Bizdə sirkdə də var, avtokardan, bobkat da var, avtokar da var, yük maşınlar da var. Bircə dəfə o avtokarı sürənə desəm ki, saxlayacam, arxadan bir dənə qaz verir eşitdirginə. Şou üçün mən də eləyərəm çox şey, amma mən bacardığım şeyləri göstərirəm. Həqiqətən də ki, sabah mənə yolda kimsə görübdüsə ki, Çingiz Pəhlivan, bax, bu hərəkəti təkrar elə, mən o hərəkəti eləyəcəm. Çünki mən özümə inanıram, özümə güvənirəm. Və Azərbaycanda da ki, yəni pəhlivan tədbirləri harda olub, gedib iştirak eləmişəm, sözümü də demişəm, gücümü də göstərtmişəm. Yəni mən yenə də deyirəm, mən Azərbaycanda olanda heç kim yəni səsini çıxartmırdı. Yəni kim ki mənlə dirəşmək istəyənlər deyirəm, soxub içlərinə oturmuşdular yerlərində. Gəldim Meksikaya, başladılar ditləməyə, sonra qəhbəli elədilər, mənim TikTok səhifəmi bağlatdılar. Yəni elə bilməsinlər ki, bu belə olacaq da. Yəni qisas var, qisas, sonuna qədər gedəcəm. Necə deyirlər, onların axırına çıxacam. Bunu qoyduq qırağa. Keçir indi türkcə. Birinci, mən türk deyiləm. Mən ləzgiyəm və ləzgi olmağımdan da fəxr edirəm ki, mən ləzgiyəm. Mənim damarlarımdan ləzgi qan axır. Mənim atam ləzgidir. Axtıdan gəlmə ləzgilərdəndir, axtı ləzgiləridir. O vaxt mənim ulu babam oradan gəlibdir. Axtıdan gələn ləzgilərdəndir. Mən ləzgi olduğumu heç vaxt danmıram. Düzdür, ləzgi dilində bilmirəm. Çünki ana dilim Azərbaycan dilidir. Yəni, ana dili, nə edirəm? Anamın dili, o mənada. Yəni, uşağın anasının dili nə dildir? Məsələn, uşağın atası olsun türk, Azərbaycan türkü, anası olsun İtalyan, uşaq nə dilində danışacaq? Ana nə dildə öyrədirsə, İtalyandırsa, deməli, uşaq İtalyan dilində danışacaq. Yəni, məndən səhv tuturlar. Yəni, indi ad çəkməyəcəm. Azərbaycanda insanlar var ki, Azərbaycan dilində danışmırlar, Rus dilində danışırlar. Onlar da qınamıram, çünki anaları Rus dillidir, ona görə uşaqlar da Rus dilində danışır. Yəni, burada mənə o bəzi ləzgilərə deyirəm. Heç mən onları ləzgi kimi piznavat eləmirəm. Ləzgi ləzgiyə dəstək olar, ləzgi ləzgiyin həmişə paddejvut eləyər. Əgər bir ləzgi digər ləzgiyin paxıllığını çəkirsə, onun adı olur qəhbə ləzgi. Ləzgilərin də içində qəhbəli olmayıbdır. Yəni, həmin o ləzgi əgər qəhbəli eləyirsə, o birisi ləzginin paxıllığını çəkirsə, bir ləzgi digər ləzgi ilə fəxr eləməyi bacarmırsa, problem onun mənliyindədir. Çünki peysər meysərə qoşulub, o da olub peysər. Yəni, ətrafındakılar peysərdir, o da qoşulur, onlara olur peysər ləzgi. Amma mən ləzgilərin içində peysər çox az görmüşəm. Yəni, ləzgi olduğuma görə demirəm, həqiqətən. Birincisi, ləzgilərin sayı azdır. Yəni, milyonlarla ləzgi yoxdur, çox az saydadır. Yenə də deyirəm, sözüm buradan bəzi ləzgilərədir. Sayımız azdır, onsuz da bu fakt, bu danılmaz bir faktdır ki, bizim yəni, tanınmaq şansımız çox azdır. Yəni, cəmaət, o boyda Azərbaycan 10 milyon əhalisi var, heç Azərbaycanı dünyada tanıyan yoxdur. Yəni, Azərbaycanı ancaq tanıyırlar Mərkəzi Asiya ölkələrində tutardı, getdi. Yəni, dünya üzrə tanınmaqdan ötürü, heç olmasa mən bir ləzgi olaraq padderjivot eləyin, dəstək olun. Gedib götə-mötə dəstək olursunuz, bilət. Özünüz də qəsdən götə dəstək olursunuz, mənim acığıma. Sözüm bəzi o ləzgi idmançılarıdır. Yəni, keçmişlərin undanlaradır. Heç vaxt keçmişinizi unutmayın. Yəni, keçmişdə kim olmuşsunuz, nə olmuşsunuz, necə başlamışsınız. Yəni, bilirəm, məndən zəhlələri gedir. Yəni, bu, ümumiyyətlə, Azərbaycanda bu ekstremal hərəkətləri, yəni, pəhlivan stilində ekstremal hərəkətləri ilk dəfə mən eləmişəm. Mən də ki, yenə deyirəm, xaricilərə baxıb, Viktor Bulud var idi o vaxtı, yəni, onun tərzində mən başladım. Azərbaycanda heç kim eləmirdi. Heç olmasa, indi bu sənətə başlamışıqsa, indi kimlərsə davam edirsə, yəni, bilsinlər ki, yəni, bu işi birinci görən kim olubdur. Qəhbəliklə, ancaq qəhbəliklə məşğuldur. Çingizə torba tikər, Çingizə alçaldaq, Çingizin səhifələrini bağladaq, cəhənnəmə bağladım, görürdü üstəlik. Çingiz onsuz da qazandığını qazanır. Keçdik Göyçay məsələsinə. Mən Göyçaylı deyiləm. Mənim Göyçayda evim var, Göyçayda yaşayıram, Göyçayda mənim qohumlarım var. Mən özüm Bayıl uşağıyam. Mən fəxr edirəm ki, elə Bayıl uşağıyam. Mən Bayılda böyümüşəm,
Bayılda mən məktəbimi oxumuşam. Yəni mən Bayılda böyümüşəm. Mən bütün uşaqlıq xatirələrim Bayıldandır. Yəni mən Bayıl uşağıyam. Bir Göyçayda yaşadım, bir Göyçayda yaşayaraq, bir Göyçay bir pəhlivanı olaraq, yəni mən həm Bayılda böyümüşəm, həm də Göyçayda. Bayıl gedir Səbail rayonu. Göyçayda gedir Göyçay rayonu. Yəni heç olmasa Göyçaydan da gördüm də, yəni heç Göyçaydan çıxdıq, o boydana hərəkət elədik. Bir rayon olaraq dedim Göyçayın adını çəkim ki, qoy dünyada tanınsın. Mən Göyçaylılardan da podderjika görmədim. Bir-iki dənə Göyçaylı var, onlar mənə ancaq podderjivut elədilər. Yəni həqiqətən də deyirəm burada Göyçayda, yəni əsl belə fəxr elədiyim, ən çox hörmət elədiyim oğlan İlyasdır. Allah onun balalarını saxlasın. Çox mərd oğlandır. Yəni həqiqətən o Göyçay üçün kim əziyyət çəkirsə onları podderjivut edir. Qalan mən heç bir Göyçaylıdan istər başda qohumlarım olmaqla heç kimlə mən dəstək görməmişəm. Heç kimlə mən podderjika görməmişəm. Demirəm, mənə gətirib pul. Qurana and olsun, mənim heç vaxt pula ehtiyacım olmayıbdır. Mənim heç vaxt pula ehtiyacım olmayıb. Mənim rəhmətli dədəm sağ olanda da qazanan kişi olubdu. Şükür Allah'a mənə tanıyan oğlanlar, mənim ətrafımda olanlar bilir ki, Çingiz kimin oğlu olubdu, necə yaşamışam. Yəni mən pul ölüsü olmamışam. Mən uşaq vaxtı, balaca vaxtından mənim atam nə istəmişəm mənə alıb təşkil edibdir. Yəni elə bilməyin ki, Çingiz pula görə, valla mən pul ölüsü deyiləm, pulun dalıcan qaçan olmamışam, pul özü gəlir məni tapır. Başa düşdünüz? Nə qazanamsa Allah bərəkət versin, heç kimin gözündə, heç kimin nəyindəsə gözüm yoxdur. Yenə deyirəm, o ki qaldı o paxıllığa, deyirsiniz ki, Çingiz sən elminin paxıllığını çəkirsən. Mən də deyirəm ki, əgər mən elminin paxıllığını çəkirəmsə, mənim var yoxuma nəhlət. Əgər yalandan deyirsə, sizin var yoxuza nəhlət olsun. Deyəndə ki, nömrəvi ver, zən vurum. Atırlar peysərə, nömrələrini vermirlər. Kişilikləri yoxdur. Peysər bir kütlə yetişir bu dəqiqə Azərbaycanda. Peysər bir kütlə yetişir. Yəni günü-gündən də bunların sayı artır. Gicdillah yığını gicdillah. Mən elminin nə paxıllığını çəkim, yenə də deyirəm. Çöldə qalıram, bomjam. Elmin geçsin, yenə bir rezultatı olsaydı, deyərdim mən. Yəni TikTokda abunə yığmaq o rezultat deyil. Qəhbəli elədilər, mənim TikTok səhifəmi bağlatdılar. Kim bağlatdı? Yenə də deyirəm, mən bir onun Mahirdən şübhələnəm, onun adamlarından, onun ətrafında olanlardan, bir də elminin ətrafında olanlardan mən şübhələnəm. Yəni istəyirsən 10 milyon abunən olsun TikTokda. Yəni günü bu gündə o abunənin nədir? Pullandır. Verəcəm pulumu, işimi görəcəm, bağladacam. Mən yenə demişəm, elə bilmiyorum bu belə qalacaq. Mən kimlə şübhələnəcəmsə, kimlərinsə ad siyahısı var. Hamısı səhifəsini bağladacam. Pulla deyil, amma mən sizin kimi qəhbə hərəkəti eləmirəm də, yəni gizlənib eləmirəm. Açıq aydın deyirəm. Mən nə edirəmsə həmişə açıq aydın deyirəm. Bunu mən eləmişəm, yaxşı eləmişəm. Götünüz var, çıxın Sivyaza məndən. Zən vurun mənlə Sivyaza çıxın, görüntülü WhatsAppda. Deyən ki, Çingiz, sən mənə nə görə bunu deyirsən? Sən mənim haqqım bir dənəsini götü çatıb mənə zəng vurmur. Telefon nömrəmi də buradan deyirəm. 051 699 38 91. Və bu adın çəkdiyim, məndən nifrət eləyən insanlara deyirəm. Məndən xoşu gəlməyənlərə, mənim dalımcan qəhbəli eləyənlərə deyirəm bu nömrəni. Məni sevənlərə vermirəm. Məni sevənlər zaten mən onları sevirəm. Mənə lazımdır ki, bu adamlar məndən Sivyaza çıxsınlar. Bir dəfə götürüb çatıb zən vura bilmirsiniz mənə? Ki, Çingiz, mənim haqqımda niyə video çəkirsən? Mənə nə görə bu sözləri deyirsən? Mən də sən sübut eləyim ki, sən qəhbəsən də, sən yaxşı adam deyirsən, götürsən bilə. Mən özümə əminəm, mən video çəkib buraxıram internetdə, sosiala buraxıram. Bu videonu milyonlarla, 100 minlərlə, 10 minlərlə, 500 min, nə bilim, 50 nəfər, 60 nəfər adam görür bunu. Çünki siz bilirsiniz, siz günahkarsınız. Siz götürüb çatıb mənlə Sivyaza çıxa bilmirsiniz. Necə mən Azərbaycanda olanda videolar çəkirdim. And ola Allaha deyirəm ki, bunların heç biri səsi çıxmırdı. Soxub içinə oturmuşdular. Hansı pəhlivan tədbirinə gedirdim, orada nə elmini görmüşəm, nə mahiri görmüşəm, nə o təzə çıxan o 3-4 dənə ostraq var, onları görmüşəm. Çıxmırdılar, ortaya çıxa bilmirdilər. Çünki bilirdilər ki, çıxacaq Çingiz video çəkəcək. Mən demişdim video çəkəcəm, biabır olacaqlar. İndi Meksikaya gəlmişəm, siz güc göstərsiniz. Bu ostraq videoları eyni video çəkirlər, axmaq kütlədə elə eyni şeyləri maraqlıdır. Elə sizi izləyənlərin həqiqətən elə 90% axmaqlardır. Normal düşüncəsi olan adam sizi izləməz. Sonra bu kommentdə yazanlara da sözüm var. Peysər sözlər yazır. Nömrə yazıram, niyə zən vurmursunuz?
Bizə necədir? Sən sözü olan mənə nömrəni deyirəm ki, çıx Sivyaza, görüntülü mənlə danış, sözümü diginən. Götürür, peysər komment yazırsan. Gicdillaq oğlu gicdillaq, sənin anan qəhbədir. Bunu bildik. Heç olmasa anamın qəhbə olduğunu cəmaatın içində sübut eləmədi. Mənə deyirlər ki, onun anasının nə günü, nə bilsən, var yoxla nələr anası qəhbədir. Qurana and olsun, mən qardaş, mən uşaq deyiləm, mən uzun müddət polisdə işləmişəm. Mən insanın üzünə baxan kimi bilirdim ki, bu narkomandır. Üzünə baxan kimi bilirdim bu işverəndir. Üzünə baxan kimi bu anası qəhbədir. Mənim öz polisdə işləyən iş yoldaşları mənə deyirdi ki, Çingiz, nə bilirsən onun anası qəhbədir? Deyirəm, mən bilirdim ki, onun anası qəhbədir. Hətta elə olub ki, Allaha and olsun, narkotiklə adam tutmuşuq, uşaqlara demişəm ki, bunun anası qəhbədir. İndi baxın, bir dənə qəhbə gələcək, bunu dalayacaq. Gəlib anası qəhbə çıxıbdır. Uzvesni qəhbənin oğlu. Yəni, mən uşaq deyiləm. Mən o adamın üzünü görməsəm də, onun yazı tərzindən biləm ki, bu adamın anası qəhbədir. Bu adam qəhbənin balasıdır. Bu adamın arvadı qəhbədir. Yəni, mən heç kimə şər yıxmıram. Nömrəmi də deyirəm. Əgər kimsənsə indiyə qədər söymüşəmsə, demişəm ki, sikim sənin anavı, sənin anavı sikim, anası qəhbə, dalıcan da nömrəmi demişəm. Belə yaxşı oğlandır, çıxsın Sivyaza məndən. Desin ki, ay Çingiz, mənim anamın qəhbə olduğunu sübut elə. Mən də sübut eləyirəm də, qardaş. Sən nə var? Mən sübut eləyirəm ki, bu adamın anası qəhbədir. Eləməsən, mən özüm qəhbənin balası olaram. Əgər mən kiməsə demişəmsə, sənin anan qəhbədirsə, sikim sənin var yoxu, deməli bu adam peysərdir. Bu peysərin söhbətini də mənlə eləyən ondan da 5 betər peysərdir. Çingiz dediyi sözlərin üstündə durur. Mən heç kimdən qorxmuram, heç kimdən çəkinmirəm. Yəni, köhnə videolardan da girib baxa bilərsiniz, bütün videolarımı açmışam. Bağlamışdım, təzədən açdım. Sonra dedim, elə bilərlər ki, Çingizin götü qorxdu, qorxsun. Mən videoları qorxundan hamısını açmışam. Girin köhnə videolara baxın, mən Azərbaycanda da bu tonda danışırdım. Mən heç vaxt günahsız insanları söyməmişəm ki, ya dövlət çevrilişi eləməmişəm, ya nə bilim, dövlət təxribatı ilə məşğul olmamışam. Mənim heç ümumiyyətlə maraqlı olmayıb belə şeylər. Mənə maraqlı olan pəhlivan sahəsi, idman sahəsi və kimin nə bacaracağı, kimlər kimdir, nədir. İdman sahəsində peysəri eləyən, cındırlıq eləyənin maskasını cırmaq. Başa düşdünüz? İndən belə mənə artıq əski orada kommentdə söz yazan oğlanım, bir də var yoxunu sikim mən. Sözü olan 051 699 38 91 WhatsApp nömrəmdir. Mənlə ciddi söhbəti olanlara, mənə zəng vurub, sələm Çingiz Pəhlivan, necəsən deyim, mənə zəng vurmayın, qardaş. Mən bu nömrəni qoyuram, mənlə razborkası olan, görüntülü zəng vurun. Səs atın, mesaj yazın, boş şeydir, görüntülü. Zəng vur məndən, üzbəyiz danış, pretenziyam var, bildir mənə. Eləyə bilmirsənsə, peysər kommentlər yazmayacağım. Mən hər şeyə açıqlama verdim. Qutardı, getdi. Çingiz Pəhlivan dayanmır, davam eləyir. İnşallah həmişəki kimi, yəni təzə nömrələr üstündə işləyirəm. Babat videolar gələcək inşallah. Yəni elə belə mən o deçki TikTok arxasında pad monitor yoxam, meydanlarda gücümü göstərirəm. Sağra ləzgiyar, yaşasın ləzgilər. Getdim mən. Azərbaycana salam, yaxşı oğlanlara salam.